لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا، ارفع رأسك وقل أنا السلفي، ما في شيء. Sonra növbəti bab, bəbul məscidi yakunu fit tariq min gayri dararin bin nas. Və bihi qaləl Həsən və Əyyub və Məlik. Yəni, məscid yol qırağında tikilən məscid haqqında insanlara mane olmayacaq dərəcədə. Və bunu, bu deyir İmam Buxari deyir, Həsənin, Əyyubun, yəni Həsən el-Basri, Əyyub el-Sıxtiyan və Məlik ibn Ənəsin rəyidir. 476-cı hədis buyurur. Qalə həddəsən Yahya ibn Bukeyr, qalə həddəsən Leyth an Uqeyl, an ibn Şihabin, qalə əxbərənə Urvat ibn Zübeyr, ənə Ayşətə zəvcə Nəbi sallallahu aleyhi ve sellem qalət. Ayşədən rəvayət olunur ki, Urvat ibn Zübeyr rəvayət edir ki, qalət, ləm əqil əbəvəyyə illə və humə yədinənid-din və ləm yəmurru aleynə yevmun illə yətinə fihi Rasulullah sallallahu aleyhi ve sellem tarafeyn nəhər, bukratan və əşiyyə. Ayşə deyir ki, yəni özümü bildiyim gündən, özümü tanıdığım gündən valideynlərim bu din üzərində idilər, İslam üzərində. Yəni Ayşə bizim də dünya gözünü açandan valideynlərini İslam üzərində görüb. Və elə bir gün keçmirdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bizə 2 dəfə gəlməsin, səhər və axşam. Bukratan və əşiyyə, səhər və axşam. Thumma bada li Əbi Bəkr fəbnə məscidən bi fəna'i dari. Sonra Əbu Bakır, yəni belə fikrə düşdü ki, bi fəna'i dari evinin sonunda, yəni həyatının axırında, fəna yəni son deməkdir. Bir məscid tikir, yəni musallə kimi tikir. Fəkənə yusalli fihi və yəqra'ul Quran. Və orada namaz qılıb Quran oxuyardı. Fəyəqifu aleyhi nisa'ul müşrikin və ibnahum. Və müşriklərin yolda arvadları, övladları gəlib ona qulaq asardılar. Ya'cibuna minhu və yanzuruna ileyh. Ona təəccüblənib ona baxardılar. Və kənə Əbu Bakr raculan bəkkə. Və Əbu Bakr da ağlayan, kövrək bir kişi idi. La yəmliku ayneyh. Yəni gözlərini qalib gələ bilmir. Yəni namaz qılanda, Quran oxuyanda ağlayırdı. İdə qara'l Quran, Quran oxuyarkən. Fəəfzəə zəlikə əşrafə Qureyş minəl müşrikin. Və bu Qureyşdən olan müşriklərin başçılarının xoşuna gəlməmişdi, onları narahat eləmişdi. Yəni bizə lazım olan hissə aradadır. Fəna edərihi. Yəni gətirirsə təfsirdə fəna edərihi ola bilər evin içində olsun, yəni həyətin içində. Amma burada gəlib ki, çöl tərəfdən tikmişdi, yəni yolun bir hissəsində. Yəni məhlədə, insanın, yəni belə deyim, həyətində və yaxud məhlə bizim dedəsən, yəni qohumlarının yaşadığı yerdə, küçələrində məscid tikməyin icazəli olmağına dəlalət eləyir. Əgər heç kəsə mane olmursa, yolun bağlamırsa, yol kəsmirsə və bu da əsl odur ki, əgər tikilərsə də ümumi olmalıdır. Kiminsə şəxsin, yəni ümumi yerdə tikilirsə, ümumi olmalıdır. Kimsə şəxsi onun qapısını bağlayıb mənim deyə bilməz. Yəni ümumi insanların faydası üçün tikilirsə, icazəlidir. Bir şərtlə nədir? Şərt odur ki, insanların gediş-gəlişinə mane olmasın. Yəni müsəlmanların yolunda, müsəlmanların narahat etməyəcək dərəcə tikilməyində problem yoxdur. Yəni bu, yəni ümumi alimlərin rəyidir. Yəni evinin sonunda Əbu Bakır tikmişdi. Yəni həyətinin sonunda. Və Peyğəmbər sallallahu əleyhi və səlləm İbn Rəcəb deyir ki, bu hardaydı? Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Bakır Məkkədə olan vaxt idi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkədə idi, Əbu Bakır da Məkkədə idi. Və hər gün Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkədə Əbu Bakırın evinə gəlirdi, səhər və axşam. Və Əbu Bakırın bunu etməyi, məscid tikməyi Peyğəmbər sallallahu əleyhi və səlləm inkar etmədi. İnkar etmədi və bunu dəyişmədi. Və bu da demək nəyə dəlalət eləyir? Bu əməlin, yəni məscid tikməyin yol qırağında icazəli olmağına dəlalət eləyir. Bir şərtlə ki, insanlara dediyimiz kimi narahatçılıq törətməsin. Amma əgər ümumi və burada əlbəttə ki, indi xüsusən də bizim vaxtımızda yəni imamın, rəhbərin, dövlətin icazəsi olmağı daha yaxşıdır. Bu həmçinin dediyimiz kimi alimlərdən Həsən, Əyyub, Məlik və həmçinin Əbu Hənifənin də, Şəfi'nin və bir Əhməddə, İmam Əhməddən də bir rəydə rəvayət olunur. İmam Əhməddə onun əksi rəvayət olunur. Allah alim, yəni istənilən halda məsələ genişdir. Həmçinin İbn Sirindən də oxşar rəy var. O ki, qaldı dediyimiz kimi, əgər məscid tikilərsə, insanların yolunu kəsərsə, daraldarsa, onların gündəlik məişətinə əziyyət verərsə, bu da əlbəttə icazəli deyil. O barədə alimlər danışıblar. Şeyx Hüseyn ibn Teymiyyə deyib ki, bu məsələ mütləq nə etməlidir? Bu məscid sökülməlidir. Necə ki, lə zarara və lə dirar hədisinə də uyğundur. Yəni, zərər vermək olmaz və verilən zərərə görə də zərər vermək olmaz. Və həmçinin bu deyirlər nəyin haqqındadır? Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyib? İyyəkum və culusə bit-turuqat.
yollarda oturmaqdan, yollarda izdiham edib oturmaqdan çəkindirib. Dedilər, ya Rasulallah, bizim başqa yerimiz yoxdur, oturub dincəli söhbət edir. Onda Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, İdə beytum illəl məclis fa'tu tariqa haqqa. Deyir ki, əgər illa ki oturmaq istəsəz, onda yolun haqqını verin. Deyirlər, ya Rasulallah, haqq nədir? Yolun haqqı deyir ki, qaddul basar. Yəni gözünü aşağı salmaq, yəni başqalarına baxmamaq. Və kəffil ədə, insanlara əziyyət verməmək. Və raddis səlam, salam qaytarmaq. Və əmr bil ma'ruf və nəhyənil münkər. Yaxşılıq əmr edib, pislikdən çəkindirmək. Yəni mərufdur, tariq, yol, insanların gündəlik istifadə etdiyi yol. Buna ehtiyac var, bu zərurətdir və bunu insanların bu işini edib, yəni darlaşdırmaq, onlara əziyyət vermək olmaz. Hətta məscid tikilsə də belə məscid sökülməlidir. O ki qaldı, Şeyx Hüseynin sözünü gətirir burada. Yəni kimsə evinin yanında məscid varsa, o ikinci məscidi orada tikməli deyil. Bu barədə biz danışmışdıq və Şeyx Hüseyn də bu barədə danışıb, əlhəmdülillah, deyir ki, bir məscidin yanında digər məscid tikilməyi bəyənilmir, yaraşmaz. Nəyə görə? Cəmaatın təfriqatı olur, cəmaat bölünür və bu da deyir, Allah alim o hala girə bilər ki, məscid-ül dirara oxşasın. Əllədin ittəxadu məscidən dirarən və kufran və təfriqan beynəl müminin. Dirar məscid tikənlərin istikləri nə idi? Təfriqan beynəl müminin. Müsəlmanlar arasını, möminlər arasını təfriq eləmək. Ona görə əgər ehtiyac yoxdursa, o halda tikilməsin. Şeyx Hüseyn deyir ki, bəli, əgər məscid kiçikdirsə, o halda tikilə bilər. Amma daha avladı odur ki, bu olan məscid genişləndirilsin. Tikilsə də ən azından deyir, küçənin bir başında mümkün qədər aralı tikirsin ki, yəni ən azından müəyyən qədər fayda olsun. Sonra növbəti 87-ci bab buyurur: Bəbus salati fi məscid suq. Və sallə ibn Aun fi məscidin fi darin yuğlaqu aleyhimul bəb. İmam Buxari babası buyurur ki, bazardakı məscidlərdə namaz qılmaq və yaxud musallə tərcümə etmək olar. Hər iki cür təfsir ediblər və sonra Muallaq İbn Aundan rivayət gətirir ki, o öz həyətində və yaxud öz məhəlləsində bağlı qapılar, bağlanan, qapısı bağlanan, xas bir insanların getmədiyi bir yerdə məsciddə namaz qıldı. İmam Buxari bab açmaqla nəyi bildirir? Yəni məscidlərdə iki cür təfsir vermək olur. Məscidlərdəki, bazarlarda olan ümumi məscidlərdə təfsir etmək olar. Yəni müəyyən bazarda böyük məscid var. Yəni 5 vaxt namaz qılınır falan bazar. Onu da təfsir etmək olar. Və indiki bildiyimiz məsələn mollardakı musallə kimi xüsusi bir və yaxud kimsə dükanındakı xüsusi yeri var. Orada namazgah edib onu kimi hər iki cür təfsir edirsən. Təfsir etmək mümkündür. Allah alim, hər iki ehtimal var. Və əsasən mən bəzi deyiblər ki, bazarlar madam ki, ən pis yerlərdir. Bəziləri deyiblər ki, orada məscid bəyənilmir, düzgün deyil, yəni məscid oraya yaraşmaz. Amma İmam Buxari bu rivayətləri gətirməklə o sözləri rədd etmiş olur ki, nə qədər pis yer olsa da, məscid, insanlı dünya da pis yerdir, amma məscidlər ən xeyirli yerlərdir və bazardakı məscid də bazarın ən xeyirli yeridir və mütləq labüddür. Kirməni deyir ki, ola bilsin ki, İmam Buxari bununla bu rivayəti gətirib, bu baba açmaqla Hənəfi məzhəbinə rəddiyə verir. Çünki onlar bazarda məscid tikməyə icazəli görməyiblər. Və İmam Buxari bu hədislə, bu rəyə nə verir? Rəddiyə verir. Yaxşı, Abdullah ibn Aun nə dəxli var bura? Yəni bu evində namaz qıldı, bağlı yerdə namaz qıldı. Onun öz həyətində və yaxud öz məhəlləsində qıldığı yerdə qıldığı, yəni o məscid musallə qapısı bağlanır, yəni xas bir yerdir, ümumi istifadə üçün deyildi, insanlar oraya gəlmirdi. Və bunun elə olmağı, o məsələ oranın musallə olmağı, məscid olmağına mane olmadı. Mane olmadı. Və ona görə də İmam Buxari bunu gətirməklə bildirir ki, madam ki, bağlı yer evində namaz qıldısa, məscid hökmündən düşməlisə və yaxud musallə hökmündən düşməlisə, hər iki ihtimala, o halda bazardakı məscid də bu hökmə düşə bilər və bu babdan o rivayəti gətirir. Sonra 477-ci hədis buyurur: Həddətənə Müsəddəd, qalə həddətənə Əbu Muaviyə, anil A'məş, an Əbi Salih, an Əbi Hureyrətə. An Nəbi sallallahu aleyhi ve sellem. Əbu Hüreyrə Peyğəmbər sallallahu aleyhi ve sellemdən rivayət edir ki, qalə salatul cəmi'i təzidu alə salatihi fi beytihi və salatihi fi suqihi 25 dərəcə. Yəni cəmaat namazı insanın evində və yaxud da ki, bazarda qıldığı namazdan 25 dərəcə daha artıqdır savabı. فَإِنَّ أَحَدَكُمْ إِذَا تَوَضَّأَ فَأَحْسَنَ
Sizdən biriniz gözəl şəkildə dəstəmaz alarsa, və ətəl məscid, sonra məscidə gələrsə, lə yuridu illə salə, namazdan başqa bir şey istəməyərək, yəni yalnız namaz qılmaq niyyəti ilə məscidə gələrsə, ləm yaxdu xatvatan illə rafa'ahullahu biha dərəcədən və hatta anhu xatiyə. Onun atdığı hər bir addıma görə Allah təala onun bir dərəcəsini qaldırar və bir dənə də günahını silər. Hətta yadxuləl məscid, hətta məscidə daxil olana qədər. فإذا دخل المسجد كان في صلاة ما كانت تحبسه وتصلي يعني عليه الملائكة. Və namaza məscidə girib, yəni namazı gözlədiyi müddətcə də namazda olar. Yəni bu savab davam etməyə ona davam edər və hətta namaz qılana qədər. Və mələklər ona nə edir? Salavat deyər. Mə dəmə fi məclisihi əlləzi yusalli fi. Namaz qıldığı yerdə olduğu müddətcə mələklər də ona nə edir? Salavat deyər. Və onun üçün nə deyər? Rəhmət, bağışlanma deyərlər, nə deyər? Allahumma əğfirləhu, Allahumma ərhamhu, mə ləm yuhdis fi. Deyər ki, mələklər deyər, Allahım onu bağışla, Allahım onu rəhm et, mə ləm yuhdis fi. Yəni dəstəmazını pozmayıncaya qədər, bu halda qaldığıncaya qədər. Bu halda qaldığıncaya qədər. Bu hədisdə nədir? Yəni 25 dərəcə artıq nədən? Bir salati min beytihi və salati min suqi fi suqihi. Evində, bazarda qıldığı namazdan 25 qat daha artıqdır. Burada açıq aydın İmam Nəvəvi deyir ki, burada icma ilə və yaxud icma ilə yox, yəni çoxunluqla açıq aydın ki, burada söhbət kişinin evində və yaxud da ki, məsciddə, bazarda qıldığı tək qıldığı namazdan söhbət gedir. Tək qıldığı namazdan söhbət gedir. Və o birisi rəylər nədir? Deyir, batildir. Və həmçinin bu hədisdən nə götürülür? Onu götürülür ki, insan namaz evində və bazarda da, əsas bizə bazar məsələsi lazım. Bazarda qıldığı namaz nədir? Səhihdir. Çünki hər iki halda əcr var, lakin cəmaat namazında qıldığı əcr daha çoxdur. Və ümumiyyətlə, cəmaat gələn şeydə də bilin ki, burada söhbət məscid 25 qat savab məsciddəki cəmaatdan gedir. Yəni, evdə də sən cəmaat eləsən, bəli, çox savabı var, amma 25 qatdan söhbət getmir. Yəni, adamların sayını artırdığın da qədər var. Amma ümumi cəmaat namazının savabını ala bilmirsən. Və dediyimiz kimi İbn Rəcəb başqaları barədə danışırlar. Yəni burada söhbət məsciddə qıldığı, evində qıldığı və yaxud bazarda qıldığı cəmaat namazından getmir. 25 qat namaz, 25 qat savab ancaq və ancaq məsciddəki namaza aiddir. Əgər biz desək ki, birinci bayaqki hədisdə oxusaq ki, qeyd etsək ki, burada musallədən söhbət gedir. Onda burada, yəni üzr istəyirəm, birincidə desək ki, məsciddən söhbət gedir. Onda burada bazarda, yəni deyir ki, munfarid, tək qıldığı namazdan söhbət. Yəni bazarda tək qıldığını. Yox, birinci hədisi götürsək ki, məscid kimi, yox, musallə kimi və yaxud özünün dükanında namazgah edib onu kimi, bu halda da birinci onu, yəni o hədisi elə şərh eləsək ki, burada söhbət, yəni kişi bazarda qıldığı namazdan, yəni icazəlidir bazarda namazgah götürmək, musallə götürmək və yaxud dükanında bir yer düzəltmək ki, xüsusi insanlar gəlsin, orada namaz qılsın. Bu halda da yenə burada biz məsciddəki üstünlükdən danışırıq. Yəni söhbət burada 25 qat namazı əldə etmirsən. Hər iki halda, yəni hər ikisi də nədir? İcazəlidir. Hətta bizim şeyx deyərdi ki, yəni bugünkü böyük şirkətlər, bizim mollar götür, yəni insanların çıxıb məscidə getməyə, zavodlar götür. Hətta bu yaxşı əməllərdəndir ki, böyük müəssisələrdə, böyük binalarda belə yerlər olsun. Çünki insanlar cəmaat namazına gəlsin, ola bilsin ki, əgər məscid daim gəlirsə, bu yəni hətta məscid hökmünə də girə bilər. Allah alim məscid hökmünə girə bilər. Yəni sən işi atıb hər dəqiqə gedə bilmirsən məscidə, amma binanın içində rahat bir mərtəbədə məsələn, necə ki mollarda var bu gün, orada cəmaat namazı qılınırsa, yəni ümumi açıqdırsa, bu hətta məscid hökmünə də girə bilər. Allah alim. Bu qeyd etdiyimiz savab, yəni hər addıma görə savab, ad dərəcələrini qaldırmaq, ancaq və ancaq cəmaat namazına, yəni məscidə getməyə aiddir.